İnsan ömrünü uzatmaq üçün mütəxəssislər əllərindən gələni edir və bunun üçün müxtəlif tədqiqatlar aparırlar. Danimarkada bu sahədə 1976-cı ildə başlamış geniş tədqiqatlar hələ 2-3 il əvvəl başa çatıb. Skandinaviya ölkələrinin həkimləri müntəzəm olaraq qaçışla məşğul olan 20 yaşdan 93 yaşa qədər 20 min adam üzərində tədqiqat aparıblar. Danimarka alimlərinin əldə etdiyi nəticələr heyrətləndirici olub. Belə ki, davamlı qaçan insan həyatını 6-7 il uzadır. Qaçmaq, idmanla məşğul olmaq qan dövranını yaxşılaşdırır və əzələləri oksigenlə təmin edir. Qaçdığımız zaman kapilyarların sayı artır. Belə ki, əzələlərdə oksigen artır. Bədən daha dözümlü olur. İdmanla məşğul olmağın da rejimi var. Ona görə də idmanla məşğul olmaq üçün əvvəlcədən mütəxəssislə məsləhətləşmək daha faydalıdır.